Bu bütün ümumilikdə ayrı bir müzakirə mövzusudur. İstəsəz haçansa buna toxunaq. Mənim özünüz də qeyd elədiyiniz kimi icra eləmədiyi təqdirdə vətəndaş bir ərizə yazmaqla xüsusi icraat qaydasında məhkəməyə ərizə verməklə cəmi 10 gün ərzində məhkəmə müvafiq qərar qəbul edir və icraya yönəldir. Artıq bunun icrası məcburi olur. Demək ki, burada boşluğu yoxdur. Xeyr, mediasiyanın mənası burada bundan sonra mübahisə etmək hüququ yaranır. 10 gün müddətini deyilir. Anladım. Orada da bir qərar qəbul olunur. Onun da mübahisə etmək hüququ var. Mediasiya sazişini məhkəmədə mübahisələndirmək hüququ var. Var. Zaten notarial sazişinin məhkəmədə mübahisələndirmək hüququ var. Yox, üzr istəyirəm. O qəbul etdiyi qərardan da yuxarı instansiyaya şikayət vermək olur, düzdür? Məhkəmənin də qərarından şikayət etmək olur. Yox, mən izah edeyim. Yəni, ən azından 3 instansiya yenidən gedə bilər. Amma mən dediyim formada notarial qaydada əgər və məhkəmə bu notarial qaydada bağlanmış sazişi təsdiq edirsə, qərarat qəbul olunursa, sonradan mübahisə yoxdursa, yəni qüvvəyə minirsə, artıq burada yəni hər hansı mübahisə nöqtəsi qalır. Eyni cümləndə mən mediasiya üçün deyirəm, birə-bir. Əgər məhkəmə mediasiya sazişini təsdiq eləyirsə və bu qüvvəyə minirsə, sonradan mübahisə üçün mən eləməliyəm. Mən ərimdən boşanıram, ipotekada bu dəqiqə qalıb otaqsa. Siz ərinizdən boşananda ilk növbədə peşəkar bir vəkilə hüquqşünasa